Həvəs insan barəsində hər şeyi bilmək, onun ən məhrəm sirrini öyrənməyə çalışmaqdan ibarət olduğu üçün onu yalnız fikirləşməklə, adi biliklərdən istifadə etməklə susturmaq mümkün deyil. Biz özümüz haqqında 1000 dəfə artıq bilsək belə, yenə də hər şeyi sona kimi öyrənmiş sayılmarıq. Özümüzdə, bizi əhatə edənlər də bizim üçün eyni müəmma olaraq qalacaqdır. Tam dərk etməyə çatmağın yeganə yolu sevgi meydanındakı fəaliyyətdir. Bu hərəkət söz və düşüncələrin sərhədlərini aşır. Çünki o, hər şeyə üstün gələn bir duyğudur. Qovuşma həyəcanı. Bununla belə intellektual, yəni psixoloji idrak məhəbbətin hərəkətdə olduğunun tam dərk edilməsinin mühüm şərtidir. Mən özümü və başqasını obyektiv tanımalıyam ki, onun əslində necə olduğunu öyrənim və ya əksinə, mən də onun barəsində olan yanlış təəssüratdan azad olum. Yalnız bu obyektiv təsəvvürü özüm üçün yaratdıqdan sonra mən insanın məhəbbətdə olan ən məxfi mahiyyətini dərk edə bilərəm.